6 oldu bəy. Uğurlar Qarabağ, ümid edir qrup mərhələsinə vəsiqə əldə edəcək. Önündə boşluq var, ötürməsi Maqayege'yə. Maqayege'nin fırlatdığı top. Kaymer və gol! Dəfələrlə izləməyə dəyər bu hücumu. Ailton ötürməsindən sonra Maqayege'ye topu irəli çevirir Kaymer Romero'ya. Və diqqətli olmaq lazımdır içeride Almeida və Wagner. Geçti bir rəqibindən Zubir sağ ayağına çəkir. Qapıya zərbə. Juan Ferguson. Yenidən Zubir. Maqayege və gəldi. Rəşad və qapı direği. Epizodun təkrarına baxaq burada. Qapı çevirdiyi uzaq küncə top Abdullah Zubir. Abdullah Zubir rəqibin cərimə meydançasında keçdi iki futbolçudan. Qapıya zərbə və Juan Ferguson. Epizodun təkrarı iki futbolçunun hərəkətəsindən bir hərəkətlə çıxdı. Sağ ayağına çəkir qapıya zərbə. Şeyin ötürmə cərimə meydançasına və nəhayət ki zərbə olacaqmı? Haydi uşaqlar. Kaymer Romero və yenə. Qaraqarayev dərhal irəli. Abdullah Zubirə. Haydi pozisiya yoxdur. Haydi Zubir. Və bitti. Abdullah Zubir. Boş qapıya göndərir. Baxın. Qaraqarayev dərhal yeni yetirdi cərimə zərbəsini. Abdullah Zubir bitirdi bu işi. Qarabağ artıq UEFA davam edir. Diqqətli olmaq lazımdır. Maksim Medvedev ötürməyə imkan vermədi. Wagner yumruqluyur. Zərbəyə imkan vermək olmaz. Təəssüf. Son saniyələrdə birinin əvəzini çıxır. Wagner ilk səhətdə yumruqladı amma qayıdan top. Bitti. Qarabağ ardıcıl 6 mövsümdür ki, qruplardadır. En azı qışa qədər göstərəcək.